Cansız saçlar həyatınızı çətinləşdirir, qırılan ucular və solğun rəng sizi narahat edir. Mən Yelena Goryaynova, Faberlik direktoru, saçlarınızı dəyişəcək bir həll tapdım. Sizə Salonka gücləndirici və qidalandırıcı saç maskasını təqdim edirəm. Bu, saçlarınızın bərpası üçün əla seçimdir. Bu maska saçlarınız üçün əsl eliksirdir. Makadamiya, argan və ses yağları saçlarınıza misilsiz hamarlıq, yumşaqlıq və itəklik bəxş edir. O, saçın strukturuna dərin nüfuz edərək onu içərdən bərpa edir, kökləri möhkəmləndirir və inanılmaz parlaqlıq verir. Nə qədər qalan olduğuna diqqət yetirin. Bu da uzun müddət davam edəcəyi deməkdir. Həmçinin tərkibində biraz parıltı var. Ona görə də buzunuzda parıltı qoya bilər. Saçınızı şampunla yuyun. Saçların təmiz və digər məhsullardan qalan qalıqlardan təmiz olması vacibdir. Artıq suyu yüngülcə sıxın. Maska yaz saçlara nisbətən biraz nəm saçlara daha yaxşı təsir göstərir. Maskadan findik boyuqluğunda, saçınızın uzunluğuna görə biraz götürün və bərabər şəkildə paylayın. Əgər bastəriniz yağlıdırsa, köklərə toxundurmaqdan çəkinin. Xüsusilə uclara diqqət yetirin. Onlar əlavə qidalanma və bərpaya daha çox ehtiyac duyurlar. Maksimal effekt üçün maskanı 5-10 dəqiqə saxlamağı tövsiyə edirəm. Bu müddət aktiv maddələrin təsirini hiss etməsi üçün kifayətdir. Saçlarınız çox quru, zədələnmiş və ya intensiv təmirə ehtiyacı varsa, müddəti 15 dəqiqəyə qədər artıra bilərsiniz. İndi sizinlə bəzi həyat fənlərini bol seçəyəm. Birincisi sauna istiklidir. Maskanın təsirini artırmaq üçün tətbiqdən sonra başınızı isti bir dəsmal ilə sarın. İstilik saçın kutikulasını açır və qidalandırıcı maddələrin daha dərinliyə nüfuz etməsinə imkan verir. İkincisi isə suyun temperaturudur. Saçlarınızı sərin su ilə yaxalayın. Bu, kutikulanı bağlamağa kömək edəcək, nəmi qoruyacaq və saçınıza parlaqlıq verəcək. Nə demək istəyirəm? Saçlar ucu möhkəmləndirici və qidalandırıcı maska saçlarınıza layiq olduqları gücü, sağlamlığı və gözəlliyi bəxş edin.